Yeksta ara, yeksta. Ara ne ekstra? Deyirlər 7-8 zabit gəlir. Vay. Ara gəlirlər indi. Transmeri. Ara, Yerevanı Koçernik. Ara biz elə bir əskər deyilik. Biz Yerevanın vuran ürəyi, vuran əli. Deyirəm bəlkə bizi Avoda tanıyır, ha? Ara, deyirəm bəlkə bir-iki güllə ataq. Elə bilərlər yatmışıq burada. Gel bura. Buralar tertemiz olmalıdır. Ağzının içi kimi. Başa düştün asker? Başa düştün? Gel. Senin ulan yatırsan ha? Yatmıştın. Yatırsan ha? Eyvah parası. Yatmağına zadına bak. Heç kəs yatmasın. Başa düşdün, heç kəs yatmasın. İbad, bilirəm.
Bu çox çətin əməliyyat. Müharibədə asanda işin olmur qardaş. Əgər oranı dağıda bilsən, bütün ordunu ölümdən qurtarmış olarsan. Həm də ki, o kəndlər bizim postları vurur. Dediyim bütün postların hamısını alıb qayıdacağım. İnşallah. İmkan daxilində sən kəndə girmə. Koordinatları bizə ver. Deyirsən mənim oxuduğum, böyüdüyüm kənddə erməni gəlib məni öldürə biləcək. İbad, sən bizə lazımsan. Sənə böyük qardaş kimi yox, komandir kimi əmr edirəm. Başa düşdün? Çalışaram salamat qayıdım. Amma sən anamla atama demə döyüşə getdiyim yaxşı. Çalışaram, Qoy narahat olmasınlar. çalışaram. Allah'a emanet ol. Allah emanet. Vay 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 vay. Türk şambur tüner. İt köpek uşağı. Haydi ayır bunları. Ayırın it uşaklarını. Ayır. İt köpek uşağı. Türk şamordine. Zerdiraç. Ana bırakma beni yalvarırım. Ana yok. Yok ne olur. Hayır bakma. Hayır bunları. Ana yalvarırım. Ya işte. Арацинет Катри! Шарлакот! Babot! Akbercan bak, burada yararsızlar var. Ama yararlılar da çok. Ha baba. Avo yaman sevinece yara. Gör burada ne kadar pul var. Ha, uşaklara baktın. Ha baktım uşaklar oh. Əla.
Bunlardan çok getir. Çoklu pulumuz olacak. Akbercan pul. Ara ben muharebeni çok severim muharebeni. Muharebe kazandırır. Muharebe pul getirir. Muharebeden şok olur. Ara şok. Çok pul şabaş. Şabaş, şabaş. Bak herkesi xişərdək. Arkadaşız tahayı. Bak herkesi xişərdək. Qarda çıkan yeksa Ara. Aydığa. Günah. Bu leşi buna reddele. Kalanlar da par içeri. Yaxşı, ben gittim. Davay Akbercan. Ara. Canışıkcan. Aycan. O mesele ne yerdedir? Her şey yerinde mi? Ara. Ayıp sözdü ciğer. Soğuttanı modok kez. Bak gör necə vəziyyət yoxla bir. Cığal. Avun Çivadas xanım? Ara diyesen yerinde yoktu. Ya. Vah. Hiç abadaş. Yəqin yine postları gezir. Alo. Götürdü. Bari vah Bercan. Av hoca. Benim sana bir şart haberim var. Ana, benim uşaqlarım Əmrallardaki postu götürdü. Hiç bilirsen kentdən ne kadar mal getiriblər? Elva, ben oraya əlavə qüvvə də göndərəcəm. Oranı bırakmak olmaz. O Hanya nerededir? Alo, eşidirsən? Ha buradadır. Vah, vah. Sağlıktanım Avocan. Akbercan, Vonses, Madakkiz. Kulak as. Hamı salamatdır. Hamı salamattır. Aya bəziləri öküz kimi. Narahat olma. Uşaqlar da çoxdur. Uşaqlar, Avocan, uşaqlar. Yaxşı. Sen onları nə vaxta hazırlaya bilərsən? Uşaqlar çoxdur Avocan. Bir həftəyə. Ha. Yox. Bir həftə çox keçdi. Uzağı 3 gün onları hazırlamaq lazımdır. Cemaat mal gözləyir. 3 gün. 3 gündən artıq olmaz. Yatma işini gör. Oldu Akbercan. Hadi. Kıp değil o. Bak komiri. Bu ne ter adam. Ne insafsız adamlar. Vay. Ara değil kes doğru gönder. Gönder daha. Ara ben insan değilim. Bana dincəlmək lazım değil. Bana nedir? Değil ki yatma. Ara yatma diyor yatma da. Vay. Ara ne kadar tez kesip göndersen pulumuz bir o kadar tez gelir. Vah. Ara. Ben askerlerden 3-4 nefer veririm sana kömək eləyər. Ara. Götür vurak. Kefele ara kefele. Sağ ol Akbercan. Ara artsağı genatsı. Abri artsaq. Abri met Hayastanı. Oh. Can Akbercan can. Eşidin. Bunlar düşərgələrini bura salıblar. Qarşıda səngər qazılıb. Aydın oldu, 10 əskəri bir zabiti var. Arxada da qərargah, çadırın içində. Mən Rövşənlə oradan girəcəm, siz də qarşıdakıla həll edirsiniz. Rəhbərlik sənin üzərindədir. Həmişə kimi ürəkli olun. Yəni bir dənə xata istəmirəm orada. Sağ-salamat da oradan çıxasınız. Yaxşı. Gördünüz ki, bura bizə kömək lazımdır. Buradakı məsələni həll edəndən sonra gələrsiniz ora. Aydın oldu?
Onda siz bu tərəfdən istiqamət tutursunuz, biz də bu tərəfdən. Biraz diqqətli olun. Yaxşı. Aydın oldu. Uğur olsun. Ara sarı gelin, ara sarı gelin. İcazalar komandir. Ha, Zabitler gelip postu keçibler. ara gəliblər, get qarşılar. Nəyə qışqırırsan? Yavam gındavet. О, какие люди! Проходите, проходите! Сергей, товарищ майор, друг мой, как ты? Добро пожаловать! Проходите, проходите! Все готово к вашему приезду. Проходите. Дорогие друзья, добро пожаловать! Добро пожаловать! Проходите! Вот, это армянская... Да, конечно, это армянское гостеприимство. Садитесь. Ну, начнем? Начнем. Настоящая армянская водка. Это мой отец сам готовил. Самогон, говорят, самогон. Так, прошу. Прошу. Извините, извините. Прошу. Друг мой! Красавец! Если позволите, первые бокалы поднимем за великий армянский армия. Пока есть такие разведчики, такие командиры, как вы, никто передо мной не станет. Да? Выпьем за великий армянский армия. Ура! Давайте, давайте. Давайте выпьем. На здоровье. Ара, кушай, зачем нюхаешь? Сейчас для вас древний армянский музыка. Ну, Хотите? Сейчас. Подождите. Ара, танцуй! Вот так! Вася, ну как тебе? Древняя армянская музыка! Слушай, это же азербайджанская музыка. Ара, Вася, ты мне друг? Какой азербайджанская музыка? Это же древняя армянская музыка. Хочешь докажу? Хочешь докажу? Сейчас. Позови оттуда Агращана. Пусть потанцуют. Они узнают, какая армянская музыка древняя. И танец какой. Сейчас. Агращан. Ара. Yavam gındavet İsmet. Чаватана! Вот! Сейчас он потанцует и докажет, что это армянская песня. Ой, Нара! Это точно Вот! азербайджанская музыка. Вот! Ха! Ара! Ха! Вот тебе! Ха! Видите? Наливайте, друзья! Ха! Танцуй! Наливайте! Товарищ майор! Товарищ майор! Товарищ майор! Ара! Заветане! Товарищ майор! Можно вас на минуту? Ха! Потанцуем! Потанцуем! Агращан, за мной! Агращан, за мной, говорю! Товарищ майор, а вот тобой доволен. Последняя операция была во! Брат, слышь, Василий же прав. Это же азербайджанская музыка. Ох, эти армяне, какой они хитрый народ. Они любят всегда присваивать все себе, назвать все своим. Вот смотри, гонит нам. Говорит самогон. Настоящая русская водка.
Да ты прав, брат. Это у них в крови. Я не удивлюсь, если что после этой бутылки он начнет назвать Москву армянской землей. Это действительно так. Ох, эти армяне, хитряки. Давайте. Давай. И он тебя отблага... Sana yalvarırım öldürme beni abi. Yalvarırım ona adam başı ermezse öldürme beni. Ged Amerikan yana denən ki, İbad mənim qulağımı kəsdi. Sənin də başını kəsəcək. Beni mıkırtışan şerefsiz gönderip yok. Gedir etdi, o mənim dediklərimi çatdır ona. Dur, tərpən tez elə. Tez elə. İt oğlu, it. Komandiri niyə buraxdın? Mənə itin yiyəsi lazımdır, itin özü yox. Şərəfsiz. Ara. Kim idi? Arabalar kim idi? Senin ananı kim idi? İbadın destesi. Gittik. Sakrat! Bilmediğin hiç oldu. Birdenbire bir de gördük ki kumbaralar göyden başımıza yağır. Ben o kadar zabiti ararak vurmağa göndermiştim yoksa Türk vurmağa. Kalanlar ne oldu? Sergey Mikhailov'u çıkartabilmiştim. Ağır yaralıydı. Kanamızı saklayamadık. Senin askerlerin ara bakırlar. Yatmışlar. Yakınlaşan düşmeni görmürdüler. Ben özümde postaydım abo. Birdenbire peyda oldular. Muğanlı'da İbad Hüseynov'un xüsusi təyinatlı dəstəsi var. Birdenbire arkadan peyda oldular. Görebilmedik. Ben özümde İbad'ı gördüm. İbad idi. İbad idi. Necə yani birden arkadan yakınlaştılar? Sen özün orada neyiniyirdin? Sen de yatmıştın. Necə olur düşman arkadan yakınlaşır, sense görmürsen. Hele utanmaz mene değilsen gördüm. Gördün niye vurmadın? Sen nenem niye öldürmedin? Bizden çok idiler. Bizden 10 defa, yok 20 defa çok idiler. Her taraftan üstümüze töküldüler. Hiç değilebilmedim. Hamını öldürdüler. Hamını. Birce bu Agreşyan
salamat qaldı. Bunu da tutmuşdular. Kulağını kesip bıraktı. Necə qulağını kəsib buraxdı? Səni niyə öldürmədi əskər? Dedi ki, Nə dedi əskər? dedim, anam Bakı ermənisidir, buraxdı məni. Sənin ananı. Bir de buna bir söz de deyip bırakmamıştan qabaq. Nə deyib? Dedi ki, sən qulağını kəsirəm. Onun da başını kəsəcəm. Kimin? Sizin. Bəs sən niyə özünü öldürmədin? Cesaretin çatmadı? Mənə belə qorxaq əskərlər lazım deyil. Adı nədir dedi? Adı İbad. Xüsusi təyinatlı dəstənin komandiri. İbad. Mən o İbadı maşına bağlayıb Yerevana qədər sürməsəm, ermənilərin çörəyi mənə haram olsun. Onun əskərlərinin qulaqlarını onun özünə doğratdıracağım. Komandir. Ay komandir. Aycan, Canım bir bala kardeşim. Deyəsən fikirlisən. demə qardaş. İbad dünənləri axşam 7 silah bir dənə də küçük gətirib. Küçük? Nə küçük? Erməni küçüydən ha. Deyir gətirdiyi Dığan Melkalən haqqında nəsə bilir. Avo? İbad onu tanıyır. Son vaxtlar erməni rabitəsində onun adını tez-tez eşidirəm. Onunla bağlı bütün məlumatları toplamaq lazımdır. Eşitdiyimə görə ermənilər ondan it kimi qorxur. Vallahi orasını bilmirəm. İbad axır vaxtlar rabitədə bütün gün onun haqqında məlumat toplayır. İcazə olar cənab polkovnik. Buyur. Cənab polkovnik, erməni rabitəsinə qulaq asırdıq. Avon adı çəkildi. Avo deyəsən Kropatkin'dədir. Dəqiq eşitdin? Bəli, cənab polkovnik. Nə qədər vaxt olar? 3 dəqiqə olar, cənab mayor. Eyvaz, təzili bada xəbər vermək lazım. Oldu. Kür 14. Kür 14. Bayraq 51'əm. Bayraq 51'əm. Kür 14. Hər şeyə qadir olan Allahım, sən bizə kömək ol. Mənim əskərlərimi bu ağır döyüşdən qoru. Onlardan qabaq mənim canım al. Onların ölümünü mən görməyi nəsib eləmə. Sənin adından çıxırıq döyüşə. Ya Rəbbim.
Doşit, işerlerov, yarocan, kılvelem ho, doşit. İşerlerov, yarocan, kılvelem ho, doşit. Arayesiç, vay mastuvat! Dıgık! Hazırları yıkaf! Ver katsık! Şap ortiler! Vur dıgık! Hazırları! Katsak gelin! Şu tarık! İlerleyin! Ana sana kurban oğlum. Getir o iti bura. Ana ben de kara bağlıyım. Sana kurban oğlum beni vurma ana. Bura gel it balası. Bura gel. Ana bize muharebe lazım değil. Ana ben de kara bağlıyım. Sana muharebe lazım değil ve senin burada ne işin var lan? İtin küçüğü. Cevap ver gene. Senin burada ne işin var? Ana vallahi bizi avon mecbur eləyib. Donuz oğlu donuz haricden gelip bize ağalık eləyir ara. Döyüşe gitmeyeni gülləliyir. Hardadır o? Avo itin balası. Hardadır bu? Ben çok şey bilmirəm. Bildiğime göre Avrupa'dan gelip. Fransa'da Türk səfirliğini partladı bara. Bunun işleri ancak Türklerlendir. Türkleri məhv ara. Çoxlu Türk kırıb. Terörist itin balası. Teröristi cevap ver. Ha ara, ha teröristi. O deyir ki Qarabağ alıp xaricdəki erməniləri burada yerleştirmeliyik. Vallahi bize lazım değil. Xaricdəki ermənilər bize bədbəxtlikdən başka bir şey getirmeyecek. Sana lazım değil. Senin bəs burada ne işin var? İtin balası it. Benim etemden oynama. Hardadır bu? Vallahi ara. Onun yeri yurdu yoktu. Bir uazı var. Ondan tez postları yokluyor. Bir şey hoşuna gelmeyende askerlerin gözü qabağında komandiri gülləliyir. Avon adı gələndə hamı qorxur. O ölsə bəlkə müharibə qurtarar. Qardaş, biz de rahat yaşayarıq vallahi. Kendi esirler getiripler. Han esirler? Vallahi mən həmişə postda oluram. Kimin hardan ne kadar əsir gətirdiyindən xəbərim olmaz. Esirlerin yerini demene. Cedo. İndiki əsirlər, təzə gələn əsirlər buradakı məntəqədədir. Avonun... Getdiniz. Gel. Avonun məntəqəsi kəndin başındadır. Orada əsirlərin orqanlarını çıxardıb Avoya verirlər. Vallahi mən başqa şey bilmirəm. Hardadır o itin küçüğü? Yerini de tez elə. Cedo. İstəyirsən, mən özüm səni onun yanına aparım. Vallahi apararam. Özüm səni onun yanına apararam. Çakaldan mənə... Vallahi apararam. Bələdçi olar. Çakaldan mənə... Şərəfsiz. Gel görün. Tez elin, tez gel. Tez ol. Zakrat! Deməli belə, vəziyyət pisləşib. 14 hərbiçimiz həlak olub. Posta girənlər xüsusi təyinatlardır. Komandirlərinin də adı İbaddır. Yadınızda qalsın, İbad Hüseynov. Tez bir zamanda o xüsusi təyinatlı dəstənin məhv edilməsini əmr eləyirəm. Aydın oldu? Bəli, komandir! Əskər! Qalx ayağa şərəfsiz qorxaq! Aydın oldu? Bəli, komandir!
O ibad mollasının da başını kesip getiren 5.000 dolar alacak. Sağ getirense 10.000 dolar menden mükafat alacak. Bu emrin bütün postlara, bütün askerlere, hamıya çattırılsın. Aydın oldu? Tabii komandir. Yakın gel. Tez hücum planı hazırla. Kentler dayanmadan aramsız olarak ateşe tutulsun. Oldu. Qoy sıçan tələyə gəlsin. İbad harda gizlənibsə çıxsın ortaya. Aydın oldu? Gəlin aparın bu uşaqlarını. Ne oldu? Ara bura qaçıb gəlməyə məcbur oldu. Niye? Ara köpək uşağı kendi bombalayıblar. Kes sesini. Sakit. Etçi. Apa. Səhərə yaxın 5-6 nəfər hücum elədi kəndə. Dedilər İbad Karapetyanı tutub, postu alıb, mən də malları götürüb qaçdım. Necə oldu 5-6 nəfərə boyda kendi aldı? Ve uşaqlar orada ölmüştü. Onları oraya niye gönderiblər? Ara ne uşaqlar? Uşaqlar dünəndən kəndə Onların gediblər. anasını. Kənd boş qalmışdı. İbad postu dağıdıb, adamları öldürüp girip kəndə. İbad. Mən o İbadın da onun dəstəsini də analarını ağlatmasam. Soyun bu uşaqlarının dərsini. Soyun bunların dərsini. Onları kanına gəltan eləyin. Hardadır o? Mıkıtıçyan. Ver komandir. Sivəzlə əlaqə saxla. Hamıya bildir ki əsirlər buradadır. Hamısı da qadındı, qızdı, uşaqdı. Qoy murdar burada tələyə düşsün. Ohanyan, sən malları vaxtında hazır elə, yaxşı? O qulağı kəsilmiş əskər necə oldu? Hazırladıq, qoyduq tabuta. Mən də valideynlərinə əlaqə saxladım. Dedim əskərin meyitini şəxsən Melkolyan özü gətirəcək. Belə. Elə eləyin İbad bura gəlsin. Ştaba girsin. Amma onu öldürməyin. Saxlayın o it uşağını. Dərisini özüm öz əllərimlə soyacağım. Aydındır? Oldu komandir. Avo İbadın meydini gətirənə 5.000.
dirisini gətirənə 10.000 söz verib. Arı o ibadı yaxşı tanımır. Onu bura buraxmaq olmaz. Qulaq as. Biz bura 2 dəfə artıq əskər yığarıq. Avo düz deyir. O uşaqlara görə bura gələcək. Mən də onu tutacağım. Pah! Ara, sənin deyəsən başını Avonun pulu xarab eləyib. Söhbət ibaddan gedir. Ara, mən heç bilmirəm o harda məkan tutub. Bəlkə də bizi güdür. Birdən hücum eləyəcək. Səni bilmirəm. Mənim burada gəbərmək fikrim yoxdur. Bir dəfə onun əlindən canımı qurtarmışam. Bir də şansım olmayacaq. Amma tuta bilsəydik, yaxşı pul var da. Ara. Saşa. Biz Saşanı çağırarıq. Ruslar belə işlərdə bizdən yaxşıdır. Plan da baş tutmasa, deyərik Saşanın planı. Ağıllı fikirdir. Onda sən ged Avonun dediklərini elə. Sivəzə deyə hamıya xəbər yaysınlar ki, uşaqlar buradadır. Saşa ilə mən özüm danışaram. Get. Belə niyə eləyirsən? Akçı, senin kadını, her şeye burnunu sokma. Özüm bilərəm neyniyirəm. Mənə belə lazımdır. Yenə deyirəm, iynə vurardı. Gori! Bilirəm oğul itkisi ağırdır. Amma oğlunuz Böyük Ermənistanın uğrunda vuruşub ölüb. Bize Böyük Ermənistan lazım değil. Balaca Ermənistan'da yaşaya bilmirik. Böyüyü neydirik? Sənin dərdini başa düşürəm, qadın. Yaran təzədir. Nə dediyini heç özün də anlamırsan. Amma oğlunuzla fəxr eləyə bilərsiniz. Mən belə
Hər ölən əskərin tabutunun yanına düşüb evinə qədər getmirəm. Buna mənim nə həvəsim var, nə də vaxtım var. Amma sizin oğlunuz mənlə bir səngərdə döyüşüb. Qəhrəmancasına ölüb. Çox sağ ol Avacan. Sən bu millətin qəhrəmanısın. Səsini sorağı çox eşitmişik. Bilirik ki, hər zaman əskərlərin yanında olursa. Yaxşı ki oğlumun məzarı olacaq. Babamı öldürən Allah babasını öldürsün. Kurtarın bu müharibəni. Bəsli cəmaata zülüm verdiniz, kurtarın. Mən getməliyəm. Geri qayıtmalıyam. Əskərlər oğlunuzu necə lazımdırsa dəfn eləyəcəklər. Sən bizim fəxrimizsən. Bütün Ermənistan səndən fəxr eləyir. Sən bizim qisasımızı alacaqsan. Allah heç bir anıya göstərməsin. Heç bir anıya göstərməsin. Mən Böyük Ermənistan xəyallarını gerçəkləşdirəcəm. Böyük Ermənistan xəyalları lazım deyil bizə. Uşaqlarımızı qaytarın. Qaytarın mən Sən siyasətə qarışma qadın. Sən get fəxirlə ki, oğlum mənlə Monte Melkonyanla bir səngərdə vuruşub ölüb. Çox sağ ol. Çox sağ ol Avacan. Fəxr edirik. Sən erməni xalqının qururusan. Çox sağ ol. Allah sənin bəlanı versin. Evin yıxılsın sənin evin. Yaran elə də dərin deyil. Şükür Allaha, yaxşı qurtarmısan. Allah saxlayıb. O boyda kəndə alıb sağ qayıtmaq hər kişinin işi deyil. Uşaqlar da sağ salamat. Köməkləri olmasaydı bütün kəndlər alardıq. Onları qırmaq bir şey deyil. Aramızda olan o alçaqlar olmasa. Siz məni naxaq geri çağırdınız. Mən gələk qalıb orada döyüşərdim. İbad, öndə getməyi sevirsən. Amma bir şeyi bil ki, sən bizə lazımsan. Öndə kim getməlidir bəs? Mən gedib koordinatları öyrənməliyəm ki, siz də qeyb oranı bombalayasınız. Mən o Melkonyan alçağı tapmasam, mənə rahat yuxu yoxdur, başa düşürsən? O erməni zabiti Avo ilə bağlı nə deyib sənə? Heç nə deyir, xaricdə təlim keçmiş deyir, erməni terroristidir. Bütün əsirlərimiz onun əlindədir. Uşaqların, gəlinlərin, hamısının orqanlarını çıxardır, satır şərəfsiz. Yəqin o alçaq həmən pullarla silah-sursat alır. Ona görə də bu gecə qeyb onu tapmalıyam, mütləq. Qardaş gözün aydın. İcazə olar komandir. Buyur. Bildin də qardaş. Ermənilər sənə görə pul qazanacaq. Başa düşmədim, o niyə? Ona görə ki, Melkonyan başına pul qoyub. Bunu hardan bilirsən? Komandir, erməni siviyasından eşitdik. Əsrə tərcümə elətdirdik. Dedi ki, Melkonyan qaqamın başına 5.000, diri aparana da 10.000 dollar pul verəcək. Hə, qardaş, bax deyirəm ha, erməni dıqaları səni axtaracaq. Sizə bu zarafat gəlir. Amma bu zarafat deyil. Qardaş, o Melkonyan paxıl olduğu qədər də qorxaqdır. Mən ona sübut eləyəcəm ki, mənim başım 5-10 minlik baş deyil. Sən get uşaqlığa yığ məşqə, mən gəlirəm. Oldu. İbad, mənim gözüm görə səni əjdahanın ağzına ata bilmərəm. Qardaş, mənə heç olan şey deyil, narahat olma. Mənim uşaqlarım hamısı mənim barədə gözləyir. Mənim uşaqlarımın məşq olmasa, biz erməniyə çoxdan yemək olarıq. Gedə elə sən də şahid olasan. İcazə olar komandir. Buyur.
Komandir, dayı sizi görmək istəyir. Deyir Hüseynova sözüm var. Salam aleyküm. Aleyküm salam. Komandir, sizin xüsusi təyinatlı dəstəniz bizi əsirlikdən, o dığaların əlindən qurtardılar. Dedilər İbadın dəstəsidir. Onu belə canım qurban. Qız gəlinlərin namusunu qurtardı. Dayı elə Dayı, İbad... İbad 3-4 günə gələcək, narahat olmayın. Əməliyyatdadır. Gələndə sizin salamınızı çatdırarıq. Ağsaqqal adamsız, naxı əziyyət çəkib bura gəlmisiniz. Allah ona kömək olsun bala. Allah sizi də qorusun. Əhd eləmişəm. Onu görən kimi bağrıma basıb əllərindən öpəcəyəm. Dayı naxaq elə əhd eləmisən. İbadı niyə belə böldürsünüz ki gözünüzdə? O da Azərbaycan oğludur da. Öz torpağı uğrunda vuruşub. Yox ay oğlum, yox, elə demə. İbad hər oğlun tayı deyil bala. Eşitmişəm Karapetyanı da güllədi. Ah, onun güllə atan barmaqlarına qurban ol. Dayı sən ged ailənin təhlükəsiz yerə apar. Qoy problemlər olmasın. Mən inşallah sizə xəbər eləyərəm, gələndə gəlib görərsiniz. Sağ ol, salamat qalar bala. Yaxşı yol alsın. Dualarımız sizlə. Sağ salamat. Gedək Ağsaqqal. Gedək orada gördüklərini nələ danış. Niyə qoymadın deyim? Ağsaqqal adamdır, biz onun sağlığına görə döyüşmürük ya. Sən get barədə uşaqların yanında məşq elə, mən də gəlirəm. Yaxşı, gəl. Bugün ağır gündür. Uşaqlarımız, analarımız, bacılarımız hamısı əsirlikdədir. Ağsaqqallar, bilçəklərin başına minlə oynatsınlar. Əziyyət verirlər. Onları fikirləşməlisiniz. Bugün əsirlərin hamısı azad olmalıdır. Eşitirsiniz məni? Aydın oldu! Ara mənim gözümə bax, ara. Ara, azadlığın bircə kəlmə sözdən asılıdır. Bircə kəlmə de ki, Qarabağ ermənilərin qədim torpağıdır. Mən də səni buraxım çünki. Ha, de görüm. Ha. Torpağımı satmıram. Sənə kim deyir ki torpağını sat? Sən mənim torpağımı mənə necə sata bilərsən? Ha? Bircə kəlmə denən. Qarabağ ermənilərin qədim torpağıdır. Mən də səni buraxım çıx get. Özünə yazğın gəlsin kişi. Türk torpağıyla, bayrağıyla, anasıyla ol verələmir. Puh! Ala! Səni yandıraram, ağlın başına gələr. Kişi, özünə də, qızına da yazğın gəlsin. Bircə kəlmə de. De ki, Qarabağ bizimdir. Ha, de! Qarabağ bizimdir. Ələ salmısan məni? Ha? Çık! Ələ salmısan məni? Bu saat mən sənə göstərərəm. Bilirsən ki, mən səni yandırandan sonra sənin qızının başına nə oynatacağım? Əlini çək Əclaf! Sən mənim də qızımın da canını ala bilərsən. Amma Qarabağ heç vaxt sizin olmayacaq. Bilirsən, heç vaxt sizin olmayacaq. Tfu! Tfu! Əclaf! Ah!
Alçaklar! Bir de seni yandırırım. Aklın başına gelir. Alo. Mənə diqqətlə qulaq asın. 1 saat ərzində hücuma başlayırıq. 1 saat ərzində. Bütün dəstəni hazır eləyin, heç bir çatışmamazlığa yol verilməsin. Dəstəyə özüm rəhbərlik eləyəcəm. Bu türk it uşağını bugün hamısını bircə qırmalıyıq. Hamınız hazır olun. Gel. Сволочь! Что ты наделал? Твою мать! Отставить! Eli, mən neylədim axı? Sənə demədim onu bırak! Gedib İbada xəbər versin! Sənə İbad lazım değildi. Avo sənə vaxt qoymayıb! Svoloç! Arayıb İbad mənə lazımdı. Avo bilsə məni. Amma mən neyniyim ha? Neyniyim Eli? Mən ona bircə kəlmə söz dedim. Kəs! Dedim ki, denən Qarabağ ermənilərin qədim torpağıdır. Demədi. Suka! Sen söz tapmadın demeye, ha? Hiç olmasa, indi ona şərait yarat. Kıza şərait yarat, qatsın. Necə eləyim, Eli? Ha? Mən bunu necə eləyim, ha? Bir əskər ürgət. Ona kömək eləsin. Güya satılıb. Eşittin? Ana Saşacan, siz olmasanız biz ne yiyərik ha? Biz Ruslar olmasaq, siz niye yerdiniz? Suka. Aparın kızı. Aparın kızı. Kür 14 bayraq 51'e. Bir kız əsirlikdən qaçır.
Heç inanmıram ki, bir qız uşağının sözü ilə İbad bura gələ. Əgər o əsil hərbiçidirsə, nə özünü, nə də əskərlərini oda atmaz. Müharibənin öz qanunları var. Sən dedin ki, elə ki o bura gəlsin. Mən də təşkil elədim. Dayı gələr, gəlməz bilmirəm. Gəlməz. Mən bilirəm. Sən elə bilirsən, hər adam mənlə üz-üzə gəlmək istəyər? Mən onun kimi 100 el əskəri bir gecəyə məhv eləyərəm. Olar. Gəl. Otur. Nə olub? Mıkırtıçyan xəbər göndərib. Deyir İbadı tapıblar. Harda? Həmralıda. Bugün döyüş olub. Posta hücum ediblər. Türklər itki verib. Amma bizimkilər postdan çıxmağa məcbur olublar. Lənət şeytana. Şərəfsizlər. Eybi yoxdur. Postu veriblər, yenidən alarıq. Əsas odur, İbad əlimizdədir. Onun üzünü görmək istəyirəm. Mıkırtıçyan İbadın başına qoyduğun pulu qazandı. Mıkırtıçyan öz həyatını qazandı. Ona tapşırmışdım ki, 2 gün İbadı tapmasa onu məhv eləyərəm. Amızlarımız da səndən qorxandan sonra yaman vuruşur ha. Hələ qoy onlarla üz-üzə gəlim. Məndən kəllə-kəlləyə gəlmək istəyəni tanıyım. Cəld ged maşını hazırlatdır, gedirəm. Oldu. Bəs burada heç kəs qalmayacaq. Bütün əskərlər gedib. Bəs sən nəsən, Saşa? Hə? Yaxşı, qorxma. İbad bura gəlməyəcək. Biz özümüz ora gedəcəyik. Silahlar yoxlamısınız hamınız? Bəli! Ağır əməliyyat olacaq. Hamının fikri özündə olsun. Eşitdiniz məni? Olur! Fərəqət! Azad! Azad! İbad, bilirəm, ağır əməliyyatdır. Bu gecə əmralları ala bilsək, postu yuxarıda qura bilərik. Deməli, İbad, postun arxasına keçən kimi bizə xəbər eləyirsən. Oldu. Mən də komandirlə aşağıdan çay tərəfdən qalxaram. Sizdən fəxr eləyirəm. Sağ ol! Özünüzü qoruyun. Sağ ol! Doğrudan anam gil görmədin? Gördüm, biraz səndən nigarandılar. İnşallah gedim gəlim, gəlib mütləq deyərəm. İnşallah qadan alın. Özünü qoru. Yaxşımı qardaşım? Uşaqlardan da müğayət ol. Baş üstə. Siz bizə lazımsınız. Zül! Sola dön! Atımla marş! İbaddır bu? Hə, Avocan. İbadın özüdür. Deməli bu İbaddır, hə? Hə, İbadın özüdür. İndi mən hardan bilim ki, bu onun meydidir? Onu mən öz gözlərimlə görmüşəm. Yaxşı tanıyıram. Qriqorun qulağını kəsəndə. Üstündə bir-iki kağız da vardı. Xəritə dinədi. Verdim ştaba. Bəs niyə onu diri tutmadın? Aha.
Niye onu diri tutmadın? Avo posta hücum eləmişdi. Güclə müdafiə olunurduq. Neyniyək? Yaxşı. Sivası dinləmək lazımdır. Qoy İbadın ölüm xəbərini eşitsinlər. Xəbərlərə də diqqətlə qulaq asın. Dəqiqləşdirmək üçün. Hə. Sən həyatını da qazandın, pulunu da, hə? Ha. Avo bunu qeyd eləmək lazımdır. Uşaqlara demişəm, qəşəng bir süfrə açıblar. Qəşəng donuz kebabı, tut arağı. Ha? Vurmaq istəyirsən? Ha! Yeni araq vurmaq istəyirsən, hə? Vurmaq. Gəlib buranı da partlatsınlar. Araq kim cəsarət eləyəcək? İbad odur, ha? Ayağımızın altında. Heç kəsin cəsarəti çatmaz. Avocan. Где заложники? А? Где заложники, говорю? Где турки? Внизу. Внизу они. Где проклятие Avo? Он ушел. Куда ушел? Не знаю. Gelin bura Silver buradan, gel köməkliyin bunlara. Çək! Ama yaxşısan?
Ne olub? Saşa xəbər göndərib. Türklər ştabı dağıdıb. Nə? Türklər ştabı dağıdıb? Mən bilirdim ki, o İbadın meyidi deyil. Şərəfsiz Mıkırtıçyan. Hardadır Mıkırtıçyan? Pulları götürüb qaçıb. Pulları götürüb qaçıb? Şərəfsiz alçaq. Gəl dalımca. Ne oldu Saşa? Nece oldu? Eşi bilmem nece oldu. Bir de gördük. Keşiyatçılar hamısı girdi içeri. Kulağa sen ne danışırsan? Nece yani bilmirem nece oldu? Nece bilmirem? Ben o kadar öyle asker koymuştum. Onların hamısını nece kırdılar? Bilmirem. Yarısı kaçtı, yarısı kırıldı. O haniyem girişe hamısı kaçtı. Kaldık biz kimiz? Ben o İbadı özüm tapacağım. Onun dersini özüm soyacağım. Başa düştünüz? Bes. Değerli düşmez zevkti. Beni zevk olur.
O gün onların bazasını vurmuşuq. Və bütün əsirlərimizi əsirlikdən xilas edilmişik. O bizim əsirlərin başına açdığı oyunu onun başına asmalıyıq və biz onu tapmalıyıq. Məqsədimiz də budur. Biz onu diri tutmalıyıq. Diri tutub ona sübut eləməliyik ki, türk əskəri nəyə qadirdir. Mən Avo haqqında çox eşitmişəm. Bilirəm ki, bu dəqiqə dəliyə dönüm. Özdə buraların hər yerini 50-ci kimi tanıyır. O şərəfsiz xaricdə yüksək səviyyədə təlim keçmiş adamdır. Aydın oldu? Göz açıq olun. Ya ölürük, hamımız ölməliyik, ya qalırıqsa hamımız qalmalıyıq. Biz bura nə qədər tanıyırıqsa, o bizdən də yaxşı tanıyır. Hazırlıqlı gəlib. Diqqətli olursunuz. Səhlənkarlıq eləmirsə, səhlənkarlıq da istəmirəm. Eşitdiniz? Aydın oldanmı ya? Diqqətli olun. Oldu komandir. Gözünüz bir-birinizin üzərində olsun. Qalxın onda bu istiqamətlə yavaş-yavaş gedək. Hamı biraz sakit. Virüs geldi. Deyəsən o şərəfsiz özüdür. Yaxşı? Oldu. Alo. Alo. Alo Sokol. Sokol, mənə eşidirsiz? Mənəm, mən. Avo. O suka mıkırtıçıyanı tapabildiniz? Ayyanın anasını. O çok uzağa kaça bilmeyecek. Kulak asın. Beni dikkatle dinleyin. Akşama hücum emri. Eşidirsiniz? Akşama hücum emri. Bütün güvveni toplayın ora. Onları bu gece darmadağın eləməliyik. Ha? Sen bana dikkatle kulak as. Gedirsən axırıncı posta. Dikkatli ol. Oranı yoxlayırsan, qaydırsan bura. Mən səni qaydanda götürəcəm. Yaxşı? Mən kəndə gedirəm. Get. Siz burada mövqeyləri bərkidin. Mən özüm gedirəm o şərəfsizin dalıyca.
Bəs Avo hanı? Ha bu kəndə tərəf getdi. Siz posta möhkəm olun, yaxşı? Oldu. At silahı aşağı it basit. At silahı aşağı. Yaxşı. Silahım aşağıdadır, sakit ol, ondan ehtiyatlı ol, oyuncaq deyil ha, ey. At silahı deyirəm sənə. Silahım aşağıdadır. Əskər, mənə qulaq as. Mən özüm də əskərəm. Sakitləş. Sən ibadsan, ha? Sən hardan bilsən hə mənim ibad olmamı küçük? Mənim yerimi səndən başqa heç kim bilə bilməzdi, ibad. Qulaq as. Deməli sən Türk dünyasının düşməni Melkonyansan, hə? Mənim çoxlu pulum var. İkimizə də yetərincə bəs eləyər. Səni ömrünün axırına kimi bəs eləyər, ibad. Deyirsən mən də sənə kimi pula satılım? Hə, şərəfsiz oğraş. Uşaqların gəlinlərin orqanlarını çıxardım satım? Yox. Sənə səhv məlumat veriblər. Nə orqan satmaq? Nə gəlin, nə uşaq? Bəs Xocalıda tökülən qan itin balası idi. Yox, dur. Nə Xocalı? Bəs Xocalıda tökülən qan? Mən Xocalıda olmamışam, ibad. Cavab ver görüm. Yaxşı, əlindəkindən ehtiyatlı ol, ha. Qulaq as, ibad. Qulaq as mənə.